Yəhya 16-cı fəsil. Büdrəmiyəsiz deyə bunları sizə söylədim. Sizi sinagoglardan qovacaqlar. Hətta o zaman gəlir ki, sizi öldürən hər kəs Allaha xidmət elədiyini zənn eləyəcək. Onlar bunları eləyəcəklər, çünki nə atanı, nə də məni tanıdılar. İndi bu şeyləri sizə bildirdim ki, vaxtı gələndə sizə söylədiyimi yada salasınız. Müqəddəs ruhun işi. Əvvəldən bunları sizə söyləmədim, çünki sizlə birlikdə idim. İndi isə məni göndərənin yanına gedirəm və heç biriniz məndən hara gedirsən deyə soruşmur. Amma sizə bu şeyləri söylədiyim üçün ürəyiniz kədərlə doldu. Bundan belə, mən sizə həqiqəti söyləyirəm. Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, vəsadətçi yanınıza gəlməz, amma getsəm, onu sizə göndərəcəyəm. O gələndə günah, salihlik və mühakimə barədə dünyanı ifşa eləyəcək. Günah barədə, çünki mənə iman eləmirlər. Salihlik barədə, çünki atanın yanına gedirəm və daha məni görməyəcəksiniz. Mühakimə barədə, çünki bu dünyanın hökmdarı məhkum olunub. Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunların öhdəsindən gələ bilməzsiniz. Lakin o, həqiqət ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi özündən söyləməyəcək. Nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. O məni izzətləndirəcək, çünki mənim olandan götürüb sizə bildirəcək. Atanın hər nəyi varsa mənimdir. Buna görə də mənim olandan götürüb sizə bildirəcək söylədim. Az bir müddətdən sonra məni artıq görməyəcəksiniz. Az bir müddətdən də sonra məni yenə görəcəksiniz. Kədəriniz sevincə dönəcək. O vaxt İsa'nın bəzi şagirdləri bir-birinə dedilər. Az bir müddətdən sonra məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz və çünki atanın yanına gedirəm sözlərinin mənası nədir? Öz aralarında soruşurdular. Söylədiyi az bir müddət nə deməkdir? Nə dediyini anlamırıq. İsa ondan soruşmaq istədiklərini bilib onlara dedi. Az bir müddətdən sonra məni görməyəcəksiniz. Az bir müddətdən də sonra yenə görəcəksiniz sözün barədəmi bir-birinizdən soruşursunuz. Doğrusunu sizə deyirəm. Siz ağlayıb nalə çəkəcəksiniz, dünya isə sevinəcək. Siz kədərlənəcəksiniz, amma kədəriniz sevincə dönəcək. Qadın doğuş zamanı kədərlənər, çünki vaxtı çatıb. Amma uşağı doğandan sonra dünyaya bir insan gətirməyinin sevincinə görə çəkdiyi ağrını yaddan çıxarar. Beləcə, siz də indi kədərlisiniz. Lakin mən sizi yenə görəcəyəm. Onda ürəyiniz sevinəcək və heç kəs sevincinizi sizdən ala bilməyəcək. O gün məndən heç nə soruşmayacaqsınız. Doğrusunu sizə deyirəm. Mənim adımla atadan nə diləyirsinizsə, o sizə verəcək. İndiyə qədər mənim adımla heç nə diləmədiniz. Diləyin, alacaqsınız, ta ki, sevinciniz kamil olsun. Sizə bu şeyləri məsəllərlə söylədim. İndi elə bir zaman gəlir ki, daha məsəllərlə sizlə danışmayacağam. Ata barədə sizə açıq danışacağam. O gün siz mənim adımla diləyəcəksiniz. Mən sizin barənizdə atadan bir şey xahiş eləyəcəyimi söyləmirəm. Axı ata özü sizi sevir. Çünki siz məni sevdiniz və mənim Allahın yanından gəldiyimə inandınız. Atanın yanından dünyaya gəldim. Yenə dünyanı tərk eləyib atanın yanına gedirəm. Şagirdləri dedi. Budur, indi açıq danışırsan, heç bir məsəl söyləmirsən. İndi anlayırıq ki, sən hər şeyi bilirsən, hətta səndən nə soruşulacağını belə. Buna görə də Allahdan gəldiyinə inanırıq. İsa onlara dedi. İndi inanırsınızmı? Budur, hər birinizin dağılıb öz evinə gedəcəyiniz və məni tək qoyacağınız vaxt gəlir və artıq gəlib. Amma mən tək deyiləm. Çünki atam mənləndir. Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun. Mən dünyaya qalib gəldim.